Bağışlayan və mehriban uca Allahın adı ilə Quranda elmi ayələr mövzusu ilə siz əziz izləyicilərin xidmətindəyik ki, Quranda elmi ayələr mövcuddurmu? Mən keçən verilişlərimizdə Quranda nümunə təfsirindən istifadə olmuş 14 mövzu saydım. Onlardan bəziləri də başqa bir mövzular var ki, istərdim onlara da işarə edim ki, Qur'an-ı Kərim elmi mövzuları nə üçün deyib, elmi mövzuları o insanlar ki, onların dəyərləri elmdir, onlar son nöqtələri budur ki, Qur'anda elm yoxdur, bəli, elmi məsələləri ortalığa qoyur ki, bunlar elmi məsələlərdir, sizin bunlardan xəbəriniz var idimi? Zaman var idi ki, belə deyək, İslamdan sonra insanlar yerin sabit qaldığını təsəvvür eləyirdilər, hətta o qərb alimi ki, gəldi, yerin hərəkət eləməyin kəşf eləyəndən sonra, insanlara deyəndən sonra kilsələrin özlərində onları qəbul etmədilər və çoxdur bu mövzuda. Hətta bu günləri elmi dillə belə Quranın təfsiri də mövcuddur ki, böyük alimlərimiz, hal-hazırda yaşayanlar və dünyasında yaşayanlar buna geniş təfsir veriblər ki, bir neçəsinə də mən istəyirəm bu günləri işarə eləyəm. Onlardan biri, su varlığın, yaşayışın əsasıdır. İkincisi, insanın yaranış mərhələləri. Dördüncüsü, وَالسَّمَا اِذَاتِ الرَّجْعِ وَالْأَرْضِ ذَاتِ السَّدْعِ Quran-ı Kərim ayəsidir ki, rəc və səd, rəc yəni göydən enən yağışdan söhbət gedir, səd isə bəli, yerin bitkilər üçün yaradılmasından söhbət gedir, bəli, dünyanın genişlənməsi, elmi məsələlərdir ki, bunlar Quran-ı Kərimdə var, ümumi cazibə və sair bu mövzuda çoxlu elmi məsələlər var ki, bunlar hamısı Qur'anın möcüzəvi tərəfləridir ki, sizlərə də çox-çox rast gələ bilər. Və biz bu möcüzəvi tərəfləri görəndən sonra hətta ayələrin belə sayıları ilə bəzi məsələlər sübut olunur ki, var ki, ayələrin sayı ilə, ilk günəş keçən ayə ilə, bəli, günəşin istiliyindən söhbət gedən ayənin arasında olan ayə sayıları günəşin üz qatının istiligini göstərəndir ki, bu cür elmi ayələrimiz çoxdur. İnşallah bacardığımız qədər sizlərə təqdim eləyəcəyik Allah amanında.